Herkese salamlayıram. Bugün çox vacib bir mövzu ətrafında danışacağım. Yəqin ki, məni tanıyanlar bilir. Mən bir həftəlik rayona getmişdim və orada bir mövzu ilə bağlı mənə o qədər suallar verdilər ki, mən düşündüm ki, bu mövzu ətrafında xüsusi bir video hazırlanmalıdır. Yəqin ki, mövzu ətrafında danışanların sayı ya azdır, ya da hazırda aktual bir problem olduğuna görə ən çox bu mövzudan şikayətlənirlər. Hansı mövzudur? Mənim övladım dərs oxumaq istəmir. Mən necə edeyim ki, uşağım dərsə yönəlsin və dərslərə daha motivasiyalı yanaşsın, məqsədə yönlü olsun. Mən demədən belə özü dərslərə yönəlsin. Mən kitab cümlələrindən istifadə etməyi o qədər də sevmirəm. Yəni burada öyrəndiyim məlumatlar kitab cümlələri əsasında deyil, özümün yaşadığım şəxsi təcrübələr əsasında, həmçinin öz yanaşma tərzim əsasında olacaq. Düşünürəm ki, bu sizin üçün sıxıcı olmaz, yəni bunu dinləmək. Adətən bir neçə video izləmişəm bu mövzuda ki, görüm psixologların yanaşma tərzi necədir bu mövzuda. Amma anladığım qədərilə o qədər də real məlumatlar verilmir. Hansısa bir kitabdan kopyalanmış və ya da internetdən götürülmüş məlumatları sadəcə variant şəklində göstərirlər. Amma mən özüm şəxsi həyatımda da bu yolu keçdiyimə görə düşünürəm ki, buradan aldığım təcrübələr sizin üçün daha maraqlı və faydalı ola bilər. Hansısa bir problemi araşdıranda ilk olaraq onun səbəbi üzərində işləmək lazımdır. Yəni səbəbini aydınlaşdırmaq lazımdır ki, bu hansı səbəbdən dolayı yaranır. Çünki bizdə əksər hallarda belə bir yanaşma tərzi olur. Uşağın davranışlarına daha çox fokuslanırlar, nəinki səbəbinə. Halbuki hansısa davranış hansısa səbəbdən formalaşır və səbəb aradan qaldırılmadan davranışları dəyişdirmək qeyri-mümkündür. Dəyişdirsəniz belə o başqa bir formada üzə çıxacaq. Yəni o şəxsiyyətinə, uşağın şəxsiyyətinə zərər verərək ortaya çıxacaq. Ona görə də ilk olaraq mən düşünürəm ki, bunun səbəbləri üzərində danışmaq lazımdır. Nə üçün uşaqlar hazırki dövrdə dərslərə meyllənmir və bunun hansı real səbəbləri göstərilə bilər? Burada ilk olaraq dərin psixoloji səbəbləri qeyd etmək vacibdir. Məsələn, diqqət dağınıqlığı və hiperaktivlik bunlardan biridir. Əgər uşaqlarda DHB varsa, yəni diqqət dağınıqlığı və hiperaktivlik, bu fərqli formalarda özünü göstərə bilir. Bəzi uşaqlarda diqqət dağınıqlığı olur, amma hərəkətlilik özünü göstərmir. Amma bəzi uşaqlarda hər ikisi eyni variantda özünü göstərə bilir. Bunu aydınlaşdırmaq lazımdır. DHB olan bir uşağın dərs oxuması demirəm qeyri-mümkündür, amma çox çətindir və bu onların həyatına çox ciddi şəkildə təsir göstərir. Bəlkə də indi aranızda izləyənlər arasında var, övladında bu xüsusiyyətlər olan. Çox dağınıq olur, otağını yığışdırmır, çantası davamlı dağınıq olur, tez-tez cırılır, geyimlərini ora-bura atır, çox səliqəsiz olduğunu düşünürsünüz və buna görə onu qınayırsınız, məsuliyyətdən qaçdığını söylüyorsunuz. Amma əslində tək bu əlamətlər deyil, təbii ki, orada başqa əlamətlər də var. Yəni görünən davranışa yansıyan forması budur. Belə bir şey müşahidə etsəniz, burada təkcə uşağın məsuliyyətsizliyinə şikayətlənmək düzgün deyil. O, hansısa bir pozuntunun əlaməti kimi üzə çıxa bilər. Uşağı qınamaq, sən niyə bunu edirsən, sən daha məsuliyyətli, səliqəli olmalısan deyərək tənqid etmək qətiyyən qadağandır. Onu qeyd edeyim ki, son dövrlərdə texnoloji vasitələrdən istifadə etməyinin səviyyəsi artıb deyə, burada da diqqət dağınıqlığı özünü göstərir. Təkcə uşaqlarda deyil, biz böyüklərdə də uzun müddətli nəyəsə fokuslana bilmirik. Yəni, oturub kitab oxumaq əvvəllər bizim üçün daha asan idisə, indi sanki bir zülmətə çevrilib. Yəqin ki, mənim dediyimi bir çoxlarınız təsdiqləyərsiniz. Tarazlığı tuta bilmirəm. Bir çoxlarınız təsdiqləyərsiniz ki, son dövrlərdə telefondan bir çoxlarımız asıl vəziyyətə düşmüşük və yaxud da planşetdən müəyyən oyunlar oynamaqla keçiririk günümüzü. Bu da insanda diqqət dağınıqlığını yaradan əsas səbəblərdən biridir. Və bu dövrdə uşaqların dərsə fokuslanması çox çətindir həqiqətən. Mən onları qınaya bilmərəm. Mən özüm abituriyent olduğum dövrdə nə telefonum var idi, nə kompüterim var idi, bir televizor var idi. Ona da ara sıra vaxtım olduqca və yaxud da evdə baxırdılar. Bəzən marağımı çəkən veriliş olanda gedib baxırdım. Amma indi diqqət dağıdıcıları o qədərdir ki, uşaqlar və orada tez bir zamanda dopamin verən verilişlər, oyunlar o qədər çox olur ki, uşaqlar həqiqətən də çətinlik çəkir dərslərə fokuslanmaqda. Çünki dərslər çətin olur və uşağın diqqətini belə deyək, ora fokuslanması biraz məsuliyyət, biraz motivasiya tələb edir. Sensor terapiya ilə məşğul olduğuma görə burada sensor səbəbləri də vurğulamaq lazımdır. Hansı ki, sensor problemlər olanda uşağın dərsə fokuslanması çətinləşir. Tutaq ki, uşaqlarda vizual ayırd etmə çətinliyi olur. Vizual ayırd etmə çətinliyi nədir? Məsələn, mən sizə 5 əşya göstərirəm. O 5 əşya içərisindən mənə lazım olanı siz təqdim edə bilirsinizsə, demək ki, vizual ayırd etmə bacarığınız yüksəkdir. Əgər onu tez bir zamanda ayırd edə bilmirsinizsə, bu artıq vizual ayırd etmə çətinliyinin göstəricisidir. Uşaqlarda vizual ayırd etmə çətinliyi olanda onlar
onlara lazım olan məlumatları mənimsəməkdə çətinlik çəkirlər. Düşünün ki, kitabda nə qədər məlumat var, məsələn fonetika haqqında nə qədər məlumat var. Bu fonetika haqqında məlumatı uşaq mənimsəyənə qədər o qədər bacarıq zəifdir, diqqət cəlb etmək, vizual ayırd etmək. Məlumatı mənimsəyənə qədər çox əziyyət çəkir və bizim beynimiz də bizi qorumaq üçün əziyyətdən həmişə uzaqlaşdırır. Psixoloji bir səbəb uşağın öz duyğularını, hisslərini yönləndirməyə çətinlik çəkməsidir. Bu nə deməkdir? Buna həzzi ertələmək bacarığı da demək olar. Məsələn, mən hansısa bir tədbirdə iştirak edirəm və orada acılıq hiss edirəm. Həzzimi ertələmək bacarığım zəif olanda mən o tədbiri yarımçıq qoyub çıxa da bilərəm. Amma həzzi ertələmə bacarığı yüksək olan insanlar axıra qədər səbr edir və ondan sonra yeməyə gedir. Uşaqlarda da həzzi ertələmə bacarığı zəif olanda onlar anlıq həzz verən bir şeylərdən özlərini yayındıra bilmirlər. Məsələn, dərs oxumaq insana anlıq həzz vermir, amma telefonla oynamaq insana anlıq həzz verdiyinə görə uşaqlar onu daha üstün tutur. Nəinki onlara gec bir zamanda serotonin verən fəaliyyətə. Və buna görə də davamlı formada telefonla məşğul olmaq istəyirlər və ya da oyun oynayırlar. Bəzi uşaqlarda da aidiyyət hissi yoxdur. Məsələn, valideyn deyir ki, mən ona dərs oxu deyəndə oxumur, amma dayısı, əmisi və yaxud da başqa bir şəxs ona dərs oxu desə, onun sözünə tabi olaraq oxuya bilər. Əslində belə uşaqlarda baxmaq lazımdır ki, evlə münasibət necədir. Yüksək ehtimalla evdə atası, anası ilə aidiyyət hissi yaşamayıb. Aidiyyət hissi olmayan evdə də uşaq ata-anasının sözündən çıxmağa meyilli olur. Çünki onlar uşağın təfəkküründə heç bir məna ifadə eləmir. Atasıyla, anasından bağ qurmaq, onların sözündən istifadə etmək. Biz özümüz kimlərin sözünə güvənirik daha çox? Bizə güvən verən şəxsə, özümüzü aidi hiss etdiyimiz, özümüzü bağlı hiss etdiyimiz şəxslərə güvənirik. Bir uşaq da atası, anasıyla bağ yaratmayıbsa, aidiyyət hiss eləmirsə, ona da güvənmir. Onun dediyi dərs oxu, ay nə bilim, gələcəyin yaxşı olacaq sözləri uşaq üçün boş və mənasız gəlir. Və bu səbəbdən dolayı onlar dərslərə yönəlmirlər. Səbəbdən müşahidə etmişəm. Bəzi valideynlər də uşaqlara çox həssas yanaşırlar. Onların hər dediklərini edirlər. Belə demək mümkünsə, qarşılarındakı uşağı bir şəxsiyyət kimi görmürlər. Onları həmişə sadə metafor olaraq desəm, ovucularının içində saxlayırlar. Və təbii ki, bu da onların davranış şəklinə təsir göstərir. Bunun əsas problem kimi necə göstərə bilərəm? Burada əsas məsələ qərarlılıq və tutarlılığın olmamasıdır. Yəni valideyn qərarlı şəkildə uşağa deyə bilmir ki, sən bu dərsi oxumalısan. Və yaxud da qərarlı şəkildə deyir, sən dərs oxusan yaxşı olar, dərs oxumaq yaxşıdır. Uşağı buna inandırır, amma tutarlı olmur. Yəni bir gün oxuyur, ikinci gün uşaq dərs oxumaq istəmir. Və yaxud da bir həftə davam edir, ondan sonra davam eləmir. Yəni o qədər də bir mənalı gəlmir uşağa dərs oxumaq. Yəni vecsiz yanaşır bir növ. Həm də valideyndən heç bir asılılığı olmadığı üçün, heç bir qorxusu, çəkinməyi olmadığına görə düşünür ki, əşi valideynim də deyəcək, bir gün deyəcək oxuyum, ikinci gün deyəcək oxuyacağam, üçüncü gün artıq boş verə bilərəm, yəni mənə heç nə deməyəcək. Bu formada olur. Bir də belə uşaqlar var ki, onlar valideynləri üsyan eləsə belə, oxuma desə belə kitabdan əl çəkmirlər, hansı ki mən də elə bir tip olmuşam. Hazırda düşünürəm ki, nadir hallarda rast gəlinir elə uşaqlara, hansı ki onlar kənarda motivasiya axtarmırlar. Kim desə də ki, onlara dərs oxu, dərs oxumaq yaxşıdır. Əksinə kənardan onun çox dərs oxumağına görə qınayırlar ki, bu yaxşı deyil, bu qədər dərs oxuma, bu qədər özünü yorma. İndi o uşaqların psixologiyası haqqında da danışacağım. Əsas olan bizə dərs oxumayan uşaqlardır ki, onları biz necə yönləndirə bilərik. Psixoloji səbəblərdən bir neçəsi qaldı. Mən onların hər birini açıqlaya bilməyəcəm, təəssüf ki, zaman az olduğuna görə. Ev mühitində əgər davamlı olaraq qalmaqal olursa, bir təhlükə mühiti varsa, dava-dalaş varsa, ata-ana mükəmməliyyəti bir obrazdadırsa, davamlı olaraq uşağa sən bunu oxumalısan, bunu etməlisən, ay oxumasan pis olacaqsan, oxumasan bədbəxt olacaqsan, fəhlə olacaqsan, başqalarına misal göstərirsə ki, bax oxumasan onun günündə olacaqsan, təbii ki, burada da uşağın üzərinə məsuliyyət düşdüyü üçün uşaq dərsdən yayına bilər. Və bu onda tənbəllik xüsusiyyəti kimi özünü göstərə bilər. Bəs biz nə edə bilərik? Ən vacib suallardan biri budur. Hamı bunu soruşur, səbəblə maraqlanmaq istəyən yoxdur. İlk olaraq dediyim kimi səbəbi araşdırmaq lazımdır. Mənim burada sadaladığım səbəblərdən kənar səbəb də ola bilər. Siz bununla bağlı ciddi şəkildə narahatsınızsa, onu bir mütəxəssisə müraciət etmək lazımdır ki, şəxsi anamnez toplasın və sizin övladınızın dərsə marağının az olmasının səbəblərini araşdırsın. Əgər o səbəblərdən birinin olduğunu düşünürsünüzsə, DHB olduğunu düşünürsünüzsə məsələn, orada mütləq şəkildə mütəxəssis dəstəyi vacibdir. Yox, əgər düşünürsünüzsə ki, diqqəti dağınıq deyil, yəni başqa işlərdə yaxşıdır, məsuliyyətli yanaşır, tək dərs oxumağında da problem, onda əmin olun ki, onun hansı digər psixoloji bir səbəbi var. Bunu araşdırmaq sizin üçün o qədər də çətin olmur. İlk vacib şərtlərdən biri odur ki, burada valideynlərin özü çoxlu panika keçirir
mənim övladım dərs oxumur, mən nə edeyim deyə. Onun gələcəyi məhv olacaq, dərs oxumayacaq, pis olacaq, mən onun həvəsini yarada bilməyəcəm kimi. İlk şərtimiz panikaya düşməməkdir. Buraları çox gözəl bəzəyiblər, pəncərələri. Panikaya düşməməkdir. Yəni, sizin övladınızda olan bu xüsusiyyət hal-hazırda Azərbaycanda bir çox evlərdə müşahidə olunan xüsusiyyətdir. Ona görə panikaya düşməyin, yəni tək deyilsiniz. Bunu anlamaq ilk vacib şərtlərdən biridir. Digər şərtimiz uşaqla ünsiyyət qurmaqdır. Yəni, onun dərs oxumamasının səbəbini özünlə bir yerdə araşdırmaq bizim üçün daha yaxşıdır. Uşağı psixoloqa aparırsınız, görürsünüz, psixoloq uşaqla özü danışır ki, yəni, səni narahat edən vəziyyət nədir? Orada bəzən elə məqamlar ortaya çıxa bilər ki, həqiqətən də biz o uşağa haqq verə bilərik dərs oxumamağına. Ona görə özünlə ünsiyyət qurmaq, sən niyə dərs oxumaq istəmirsən? Yəni, nə səbəb olur ki, sən dərs oxumursan? Belə bu formada danışmaq daha məqsədə uyğundur. Əgər siz onunla səmimiyyət yaratsanız, o uşaq problemlərini açıb sizə deyə bilər. Yəni, o səbəbləri göstərə bilər. Ola bilər onun məktəbdə hansısa bir problemi var. Buradakı bir şeyləri göstərim sizə. Bunlara baxın. Səbəb araşdırılmalıdır. Məktəbdə uşaq bullyingə məruz qala bilər. Həmyaşıdları tərəfindən tənqid oluna bilər, aşağılana bilər. Yəni, məktəb mühitində baş verən prosesləri aydınlaşdırmaq vacibdir. Bunu etməsəniz, təbii ki, məsələyə bir tərəfli yanaşma olur. Yəni, ailə mühitindən kifayətlənmək lazım deyil. Ailə mühiti, məktəb mühiti və uşağın öz şəxsiyyəti, şəxsi fikirləri, uşağın özünün şəxsən problemi olub-olmaması, bunun üzərində dayanmaq lazımdır. Bir məsələ uşağın etdiyi fəaliyyətə məna verməkdir. Bu, ən vaciblərdən biridir, düşünürəm ki. Çünki mən özüm qeyd elədiyim kimi, kənardan heç vaxt motivasiya axtarmamışam. Yəni, əksinə, yadıma gəlir ki, abituriyent olanda gedib gizlin dərs oxuyurdum. Çünki kənarda kim məni görürdüsə, bəsdir, az dərs oxu, bu qədər kitab oxuma, kör olacaqsan kimi fikirlər səsləndirirdilər. Amma mənim mənalandırmamda bu var idi ki, mən oxuyub tanınacağım, oxuyub hansısa bir vəzifədə çalışacağım, özüm maaş alacağım. Yəni, bu kimi mənalandırmalar məni həqiqətən çox motivasiya edirdi. Siz əgər o uşağın təfəkküründə hansısa bir məna yaratmamısınızsa oxumaqla bağlı, onda boş-boşuna yəni, vaxtınızı itirməyin və yaxud da o uşağa mükafatlandırma, cəza tətbiq edərək onu oxumağa müəyyən bir müddət sövq edə bilərsiniz. Müəyyən bir müddətdən sonra onun heç bir mənası olmayacaq uşaq üçün. Ona görə də lap aşağı yaşlardan uşaqlara bu, yəni dərsi nəyə görə oxumalıdır, bunun mənasını qazandırmaq lazımdır. Sən nə üçün polis olmaq istəyirsən, sən nə üçün həkim, psixoloq olmaq istəyirsən, bunu uşaq dərk etməlidir. Yəni, orada ali bir məqsəd olmalıdır. O ali məqsəd yaranandan sonra, inanın ki, o uşağa siz deməsəniz belə gedib dərs oxuyacaq, o ali məqsəd yoxdur deyə, siz özünüz davamlı motivasiya yaratmağa məcbur olursunuz. Uşağın seçdiyi hansısa bir sahə var, məsələn, deyək ki, dizayner sahəsi və yaxud da polis sahəsi və yaxud da biznesin idarə edilməsi. Bunu nə üçün seçib? Yəni, bunu özünüz mənalandırın uşaqla bir yerdə. Sən nə üçün yəni, buna maraq duymusan? Niyə bunu seçmirsən? Səncə bunu seçdiyin an həyatın necə olacaq? Necə dəyişdirə bilər həyatını? Baxın, bu ətrafda çoxlu söhbətlər aparmaq lazımdır. Sizin bağınız zəifdirsə, uşağın bağ qurduğu şəxslərlə bunu etməsi də məqsədə uyğun hesab olunur. Daha sonra bir vacib qaydamız var. Uşağa şərt qoymamaq. Məsələn, sən kitab oxusan, səni gəzməyə aparacağam, sən dərsini oxusan, sənə maşın alacağam, telefon alacağam. Bu kimi şərtləri qoymaqdansa uşağa ardıcıllığı təyin etmək lazımdır. Məsələn, dərslərini oxuyandan sonra parka gedə bilərik. Məktəbi bitirəndən sonra sənə telefon ala bilərik. Və yaxud da universitetə qəbul olduqdan sonra telefon alına bilər kimi. Və yaxud da uşağı təkcə dərs oxuyanda, yaxşı iş görəndə mükafatlandırırsınızsa, bu da beyində mən dərs oxusam ancaq mükafat ala bilərəm algısı yaradır. Düzdür, uşaqlar motivasiya ola bilər müəyyən müddət, amma bu uzun müddətli və sağlam motivasiya deyil. Davamlı olaraq uşağa mükafat vermək də lazım deyil. Dərs oxuduğuna görə sırf mükafat vermək də lazım deyil. Dediyim kimi ardıcıllığın olması vacibdir. Bəzən övladınızdır deyə ona nəyisə hədiyyə edə bilərsiniz. Bir də bununla bağlı mənə şikayət eləmişdilər ki, mənim oğlumun ancaq işi dərs oxumaqdır. Mən ondan başqa ona heç bir iş tapşırmıram. Və yaxud da qızım digər qızlardan ona görə fərqlənir ki, o evdə iş görmür, ancaq dərs oxuyur. Bundan başqa iş tapşırmıram ki, dərsini rahat sərbəst oxusun. Amma yenə oxumur. Əslində bu yanaşma düzgün deyil. Nə üçün düzgün deyil? Çünki uşaq hansısa bir işlə, fəaliyyətlə məşğul olmayanda birincisi həyatı rəngarəng olmur. İkincisi nəyisə bacardığına inanmır. Üçüncüsü məsuliyyət götürməkdən qaçır. Biz yıxıldıqca ayağa qalxmağı öyrənirik. Yəni ayağa qalxanda mütləq şəkildə yıxılmalısan ki, bir daha güclü şəkildə qalxa biləsən. Əgər uşaqlara dərs oxumaqdan başqa məsuliyyət yükləmiriksə,
təbii ki, onların dərsə marağı az olacaq. Çünki həyatda ondan başqa heç nə görmürlər. Amma sadə ev məsuliyyətləri versək, öz fəaliyyətlərinə bağlı, məsələn, belə deyək, öz geyimlərini sədqəyə salmaq, çirkli paltarlarını maşına atmaq, bu kimi məsuliyyətləri versək, tək öz həyatına bağlı yox, bəzən bizə lazım olan müəyyən məqamlarda da ona məsuliyyət yükləsək, həqiqətən onunla bizim aramızda bağın da yaranmasına səbəb olacaq, güclənməsinə və yaxud da. Həm də onların daha yaxşı dərsə motivasiya olmasına səbəb olacaq. Düzdür, o qədər də əlaqəsi görünməyə bilər heç vaxtlardan, amma bu belədir. Mən də abituriyent olanda öz yaşıma uyğun şəkildə məsuliyyət götürürdüm. Yəni ev mühitində, ev təmizliyi olsun, öz şəxsi baxım bacarıqlarım olsun, hətta bundan əlavə kənd təsərrüfatı olurdu, bizə onunla da məşğul olurdum. Fasilələrdə dərs oxuyurdum. Yəni elə bir çətin şərait olur. İnsan müəyyən çətinliyi görməsə, düşünürəm ki, bir çox ona çətin gələn şeylərə də yönəlmir. Yəni siz uşağınızı türklər demiş, əl bəbək, gül bəbək böyüdərək onlardan çətin bir dərs oxumasını tələb edə bilməzsiniz. Biraz onlara da məsuliyyət yükləmək lazımdır. Onlar rahatlıq olduğu təqdirdə özlərini çətin işə salmayacaqlar. Yəni insan çətinlik içərisində olanda da dərs oxumağı düşünür. Bəlkə də diqqət yetirmişsiniz ki, kasıb ailələrdən çıxan çətinlik görən uşaqlar daha yüksək bal toplayır. Əksər hallarda bu belə olur. Onun da səbəbi odur ki, həmin uşaqlar yol yox idi, qayıtdım. Həmin uşaqlar gələcəyə motivasiyalı olurlar və düşünürlər ki, mən bu çətinliyin öhdəsindən gəlib irəli gedə bilərəm. Dərs oxumaq onların yaşadığı çətinlikdən daha asan olur. Yəni bir var ki, mən çətinlik səviyyəsinə görə ən çətin mənim üçün fəaliyyət dərs oxumaq olsun. Bir də var ki, mən həyatımda ümumi çətinlik yaşayayım, dərs oxumaq onlar üçün də rahat olsun. Yəni bu mənada uşaqlara məsuliyyət vermək var. Bundan əlavə uşaqlarda tərif, təqdir çox vacib amillərdən biridir. Dediyim kimi, bu təkcə ailə mühiti ilə bağlı deyil. Ailədə biz uşaqların oxumasını təqdir edə bilərik, onların bacardığını nə isə, öyrəndiyini və bu da onlara xarici motivasiya verə bilər. Amma məktəb mühitində də bu vacibdir. Müəllim uşaqların içində onu seçirsə, tərifləmirsə, tənqid edirsə, təbii ki, bu onların təlim fəaliyyətinə çox ciddi şəkildə təsir göstərəcək. Amma müəllimin yanaşma tərzi düzgün olsa, bu uşaqlara yüksək səviyyədə xarici motivasiya verə bilər. Və xüsusilə də 6-15 yaş arasında təqdir ehtiyacı yüksək olur, təqdirə həssas olurlar uşaqlar. Onları oxuduqlarına, bacarıqlarına görə təqdir edəsək, öz qaydasında, öz yerində. İstəsəniz bununla bağlı da video çəkərik. Təqdir necə olmalıdır insanlara və uşaqlara. Uşaqlar da insandır, yəni böyüklərə və uşaqlara. Təqdir necə olmalıdır? Bununla bağlı videomuz sizə çəkib göstərə bilərik. Qadın mənə nəsə dedim, başa düşməm. Çünki hazırda yəni baxdığım, müşahidə elədiyim qədərilə əksər insanlar təqdir etməyi də bacarmır. Nəyisə bir insanda xoşluğu varsa, bunu da düzgün şəkildə demirlər. İnsanları xarici görünüşünə görə təqdir eləyirlər, hansı bacarıqlarına, xüsusiyyətlərinə görə təqdir eləmirlər. Və bu da onlarda təbii ki, şəxsi keyfiyyətlərində, əgər uşaqlarda biz bunu eləmişiksə, ciddi problemlər yarada bilir. Bu olaraq onu da qeyd edim ki, məktəblərdə tədris o formada aparılır ki, bəzi seçilmiş müəllimlər var ki, onlar həqiqətən dərsi başqa şəkildə uşaqlara çatdırırlar və o uşaqlar onu bir işgəncə kimi görmür. Amma əksər hallarda məktəblərdə dərs bir işgəncədir və uşaqlar, mən özüm də yəni oxuyanda dərsi bir işgəncə kimi görürdüm. Amma məqsədim var idi deyə bu işgəncəni rahat şəkildə keçirdim. Bu da uşaqların oxumasına mane olur. Düşünün ki, sizin heç bir məqsədiniz yoxdur. Siz sizə işgəncə verən bir yoldan keçirsiniz. Bu yolun axırına keçəndə bir mükafat yoxdursa, mən niyə özümə işgəncə verən yoldan keçməliyəm? Yəni bunu özünüz düşünəndə başa düşürsünüz ki, o uşaqlar niyə dərs oxumaq istəmir. Yolun sonunda olan mükafat onlara çatdırılsa, aşağı yaşlardadırsa, qısa müddətli mükafatlar təyin etmək vacibdir. Yəni ki, məsələn, sən 5-ci sinifin sonunda bəklənmiş şagird olacaqsan, seçilmiş biri olacaqsan. Əgər o uşaq dərk edirsə, gələcəyini görə bilirsə, onun motivasiya olmuş şəxsləri, özünü rol model götürdüyü şəxslər ola bilər və o şəxslərin həyatınla əlaqələndirərək, məsələn, tutaq ki, sən hansısa bir tanınmış siyasətçini göstərə bilərsiniz, ölkə başçısını. Bunun kimi olmaq istədiyini qeyd eləmirsən, bunun kimi olmaq üçün bu yollardan keçmək lazımdır və bu yollardan keçməyin yolu dərs oxumaqdır məsələn. Bu şəkildə dolayı yolla əlaqələndirərək mənalandırma edə bilərsiniz. Bütün bu sadaladıqlarım içərisində deyərdim ki, ən vacibi və ən önəmlisi mənalandırmadır. Mənalandırma olandan sonra insan həyatını dəyişdirə bilir hər mənada. Mənalandırma olmasa
digər etdiyiniz şeylər, hansı ki hədiyyə almaqda təqdir eləməkdir. Bunların hər biri keçici olur və olmadığı müddətcə insanın o işə motivasiyası. Dərs oxumaqla bağlı videonu izlədinizsə, bura qədər sizə təşəkkür edirəm. Həmişəki kimi yenə qeyd edirəm, əgər videonu izləmisinizsə bəyənməyi, takip etməyi unutmayın. Belə bir çinli yaxınlaşdı, halı bal tutdu İngiliz dilində. YouTuber olduğumu soruşdu. Çox heyecanlıydım. Əgər videonu axıra qədər izlədinizsə, videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Həmçinin bu mövzu o qədər geniş mövzudur ki, mən sadəcə spontan şəkildə danışdım. Sizin üçün vacib olan məqamlar varsa, suallar varsa, onu qeyd edə bilərsiniz. Bundan əlavə mənim Instagram hesabıma keçid edərək orada məni izləyə bilərsiniz. Orada daha fərqli və əyləncəli videolar paylaşıram.